Yasamal rayonu Haqverdiyev küçəsi bir ünvanında yerləşən 16 mərtəbəli binada istilik sisteminin olmaması sakinlərin ciddi narazılığına səbəb olub. Vətəndaşlar deyir ki, bina 30 ildən artıqdır ki, qazlaşdırılmayıb. Qarşıdan qış günlərinin gəlməsi isə sakinləri çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Daha ətraflı isə əməkdaşımız Mürvət Zalikioğlu bizə məlumat verəcək. Salam Mürvət, hər vaxtınız xeyir. Salam Nərmin, hər vaxtın xeyir olsun. Sizi və tamaşaçılarımızı salamlayıram. Bəli, biz hazırda Yasamal rayonu Haqverdiyev bir ünvandayıq. Bəli, ərazidə 16 mərtəbəli bir bina var. Bina tikilib 30 ildən çoxdur, 40 ilə yaxındır. Amma bu illər ərzində binaya istilik xətti çəkilməyib. Belə deyək də, qaz xətti yoxdur. Azərsilik tərəfindən istilik sistemi quraşdırılmıyor və vətəndaşlar çox çarəsizdir, əziyyət çəkirlər. Xüsusən qış aylarında evi qızdırmaq çox çətindir və məcburdurlar ki, elektrikdən istifadə etsinlər ki, və bu da çox böyük xərc tələb edir. Və vətəndaşlar deyir ki, indi yaydır, hər şey qaydasındadır, amma qarşıdan qış gəlir, növbəti qış gəlir və qış da gələn kimi insanların problemi artır, dərdi səri artır. Və bu illər ərzində hər yerə deyiblər, bütün qurumlara deyiblər və həmin o qurumların, aidiyyatı qurumların əməkdaşları ərazidə olublar, gəliblər, gediblər, yazıblar, pozublar, amma bir fayda yoxdur. Köhnə amam, köhnə tas. Və vətəndaşlar məcburdur və deyirlər ki, bu illər ərzində dəfələrlə digər televiziyaları, elə Baku TV-nin özünü də bura çağırıblar, problemi işıqlandırıblar, aidiyyatı qurumlara çatdırıblar, amma bir tədbir görülməyib. Və bu dəfə yenə də çarəsizlər və deyirlər ki, Baku TV gəlsin, çəksin, göstərsin və bizə gəlmişik vətəndaşların dərdinə şərik olaraq problemi çəkək, göstərək, görək bu problem niyə həll olmur. Vətəndaşların özünü dinləyək, zəhmət olmasa Turan bura. Salam, hər vaxtınız xeyir olsun. Özünüzü bir təqdim edin. Həşimov. Neçə ildir burada yaşayırsınız və yaxud bu bina nə vaxt tikilib, dəqiq tarix? Düz, mən 30 ilə yaxın yaşayıram burada. Gələn gündən, yaşadığım gündən mən burada istilik görməmişəm. Biz qonşuların da xəbəri yoxdur, burada tutarlarım. Qış gəldi, elə bir ki, hamı evində kvartirant qalır. 450-500 mal, məsələn, mən 2 otaqlı ödəyəm, 350 mal deyəcəm, 400 mal deyəcəm, hələ işıq pul, hələ qaz balon işlədirəm. O da təhlükəlidir, bilirsiniz. Əlbəttə ki, təhlükəlidir, mən işlətirəm də indi. Yəqin ki, bu ildən işlətməyəcəm bizə. Yəni deyirsiniz ki, elektrikə verirsiniz ki, aylıq ödəniş 350-400 manata. Deyirəm, kvartirant qalır da camaat öz evində. 500 manat pul verən var. Məcbursuz da neynəyəsiz? Mütləq. Ev qızmalıdır, yaşayışlar. Ev qızmalı. Özü qızmırdı. Elə neynə qızmalı? Sənin evin istəyir, o birisinin evi soğuk. Belə alım. Çəkilişdən öncə dediniz ki, və digər vətəndaşlar dedilər ki, qurumlara deyirik, aidiyyatı qurumlara deyirik, əməkdaşlar burada olurlar və onların sizə sözü nə olur, nə deyirlər, düzələcək, düzəlməyəcək? Mənim düz xəbərim yoxdur, mən səndə birinci şəhərdə gəldim, prosesləri deməli, mən də bilirəm. Deyiblər, müraciət ediblər, qonşular, bir səmi yoxdur. Yaxşı olar, canlı olar deyir. Səhərli gözəl dövlətdə yaşayırıq, buranın da. Turba bir də qulağımızın dibində, həyətdə boş yer var, bir də müasir katellər var. Qazanxana. Hə, müasir ev, belə bir ki, bu şeyin böyük variantıdır. Bir dənə, bu binada, məsələn, bu binada evin altında qoyublar, bir dənə, məsələn, nə deyirlər ona, kombi. Bütün binanı qızdırır. Var bizim üçün də, indi biz də bir şey fikirləşək. Yaxşı olur. Oldu, çox sağ olun. Siz sağ olun. Digər vətəndaşdan soruşaq. Salam, hər vaxtınız xeyir olsun. Özü bir təqdim edin. Mən bina sakini İsa Abbası. Problem var deyirlər və illərdir həll olunmur. Və yaxud da nə deyirlər, həll olunacaqmı? Valla həll olmadığına bağlı bir məlumat verən yoxdur. Biz dəfələrlə hər yerə müraciət eləmişik. Hər il, o bir ilin büdcəsi ilə binaya mərkəzi istiliyin çəkilməsi gözlənilir. Amma hələ ki bir məlumat ala bilməmişik bundan bağlı. Dəfələrlə müraciət eləmişik, amma hələ ki bir xəbər yoxdur. Yəni, gözləmədəyik. Oldu, çox sağ olun. Digər bir xanım var burada. Zəhmət olmasa sizlə soruşaq. Bayaq dediniz ki, müəyyən bir seçki öncəsi bu gəlirlər namizədlər, deyirlər ki, düzələcək. Seçki oldu, bitdi, hər şey qalır keçmişdə. Bax, nə deyirlər bu gələndə bu seçki öncəsi?
Gəlirlər, mən 36 ildir bu binada yaşayıram. Seçki öncəsi gəlirlər dəfələrlə Milli Məclisə seçilmək üçün. Gəlirlər, söz verirlər bizə. Gələrsiniz, siz 3 ataplen də çəkiləcək, qaz da çəkiləcək. Hələ gözləyirik, nə ataplen çəkilir, nə qaz çəkilir. Qabaq 50% şıx pulu verirdik. Pensioner adamlarıq, indi çatdıra bilmirik. İstiliyi ancaq tokla istifadə edirik. Yandır, söndür, soyuqdan qış olur, soyuqdanəsirik. Uşaqlarımız burada gedir kirada qalırlar. Elə bir şey olur. Biz Bakının mərkəzində yaşayırıq. Mən burada doğulub, burada böyümüşəm. Bizə niyə belə biganə yanaşırlar? Bakı, Azərbaycanın ucqar kəndlərinə baxıram televizorda, qaz çəkilir. Amma Bakının mərkəzində biz qazsız, şıx pulunu da 100% ödeyirik. Elə bir şey olur bəgəm. Biz də Azərbaycan xalqının nümayəndələriyik də, 40 il 50 il işləmiş adamlarıq. Oldu, çox sağ olun. Bəli, problem var, problem illərdir var. Vətəndaşlar deyirlər ki, məcburuq işıqdan, elektrikdən istifadə edək və bu da ki, qış aylarında 350-400 manat aylıq ödəniş deməkdir. Bəli, bu problem nə vaxt həll olunacaq? Vətəndaşların bu problemi nə vaxt həllini tapacaq bir dəfəli? Bununla bağlı müvafiq qurumlardan soruşmağa çalışacağıq. Hələlik bizdən bu qədər, söz sizdə. Aydındır Mürvət. Ümid eləyirik ki, qış ayları gəlmədən vətəndaşların da problemi tezliklə həllini tapar.